1701-ci ildə yenicə ilk təməl daşları atılmağa başlanan Peterburqun yerində Pyotrla olan təmaslarında artıq Qarabağ məsələsi ortalığa gətirilmişdi və İsrail ori Pyotrun razılığı ilə, icazəsi ilə 1707-ci ildə gəldi. Burada başladı işlər aparmağa ki, Çar həzrətləri bura gələcəkdir öz qoşunu ilə. Siz hazır olun, biz xristiyan xalqıyıq, Gürcülər də xristiyan xalqıdır. Biz onun qoşunu ilə birləşməli, ona demək, dəstək verməliyik ki, burada xristiyan dövləti yaradılsın. Və bununla əslində Qarabağ məlikləri arasında bölüşdürücü, separatçı hərəkətlərin, ayaqlanmanın qüvvət verici, qida verici mənbəyindən biri Rusiya xarici siyasətinin bu ideoloji demək prinsipi idi. Bu iki faktor Qarabağ xanlığını Rusiya ilə daha çox hesablaşmağa məcbur edirdi. Sisyanovla Cavad xanın məktublarından fərqli olaraq Sisyanovla İbrahim xan məktubları daha yumşaqdır. Daha biraz belə deyək, siyasi əxlaqi cəhətdən normal yazılan məktublardır. Bu fərq Cavad xana qarşı münasibət İbrahim xandan fərqli idi, yoxsa Qarabağ artıq Gəncə deyildi? Bəli, elə başlayaq sizin axırıncı sözünüzdən ki, Qarabağ Gəncə deyildi. Gəncə xanlığı həm ərazicə kiçik idi, həm qüdrəti çox zəif idi və özü dağlıq ərazi deyildi. Qarabağ isə almaq, Şuşanı almaq çox çətindir. Qacar kimi sərkərdə oranı ala bilmədi. Bunu nəzərə alırdılar. Gəncəni almaqdan Qarabağ almaq qat-qat çətindir. Bəli, buna görə də müəyyən dərəcədə İbrahim xandan o yumşaq danışır. Digər tərəfdən unutmaq lazım deyil ki, Sisyanov əslən Gürcü idi və Gəncəni də Gürcüstana qatmaq arzusundaydı. Buna görə də o Gəncənin hökmən xanlığı kimi ləğv olunmasını istəyirdi. Qarabağ qarşı isə onun belə bir niyyəti yox idi. Fətəli Şah İbrahim xanla Əbülfət arasında ümumiyyətlə Qarabağ xanlığının farslara, İran şahına olan bu münasibətindən heç də özünü sındırmadı. Qulluğunda duran 3 xanı Qarabağa göndərdi və onları İbrahim xanın qulluğunda durmağı təbii ki əmr eləmişdi. Və bununla bərabər çox qəlizli, müəmmalı fərmanını da göndərmişdi və fərmanda ümumiyyətlə şah xəzinəsinə çatacaq Qarabağdakı illik mədaxilin hamısının Qarabağ xanına və onun nəslinə verəcəyini vəd edirdi. Və bundan başqa da öz iki oğlunu saraya, yəni İbrahim xanın yanına girov göndərməyi söz verirdi. Bu eşidilməmiş bir güzəşt idi, bu görülməmiş bir güzəşt idi və bu eşidilməmiş, görülməmiş güzəştin müqabilində isə o Bakı, Tiflis və Gəncə yolunda Əsgəran qalasının İran qoşunlarına verilməsini xahiş edirdi. Və bu cavabı isə Fətəli Şahın bu fərmanının isə cavabı, yəni İbrahim xanın cavabı açıq buraxıldı. Yəni o onun bu cavabını vermədi, fərmanına cavab vermədi və gizli olaraq Sisyanova Tiflisə məktub yazaraq ondan kömək istədi. Və Sisyanov bu məktub alandan sonra Lisaneviçi Rus bölüyü ilə Qarabağa göndərdi və özü isə Gəncəyə gələrək oradan birbaşa olaraq İbrahim xana məktub yazdı. Və məktub təxmini bu məzmunda idi. Siz ikisindən birini seçməlisiniz və tam qərara gəlməlisiniz. Siz yaxşını yaxud pisi seçməlisiniz. Və o yaxşı deyəndə təbii ki, Çar Rusiyasına təbəliyi nəzərət durdu, onun vasallığı nəzərət durdu və İbrahim xan bunu qəbul eləməyə hazır idi. Artıq o bunu da istəyirdi. Və 1805-ci ilin yazında Gəncə ətrafındakı Kürəkçay ətrafında Sisyanov düşərgə saldı və orada İbrahim xanla görüşdülər və bu görüş təbəliyi qəbul etmək üçün əhdnamə imzalandı və burada əhdnamələr imzalandı, antlı nizamnamələr oldu və burada təkcə İbrahim xan yox, həmçinin Şəki xanı Səlim xan və həmçinin Şirvan xanı Mustafa xan da iştirak edirdi və bu əhdnamələrdə tarixlər müxtəlif olsa da eyni vaxtda əhdnamə bağlandı və xanların hər üçü möhür basdılar, böyük sərdarsa imza qoydu. Beləliklə Azərbaycan xanlıqlarının üçü də Çar Rusiyasına... Xanlığın tarixində və illah ki, Sisyanovun Azərbaycana görüşü bir zamanında xanlıqların birləşmək cəhdi var idi mi? Birləşib ümumi bir düşmənə qarşı. Yəni ki, istər İran, istər Rusiya, burada iki cəbhə var idi və iki cəbhənin ikisindən də qorunmaq lazım idi. Belə bir birləşmək cəhdi var idi mi? Oldu mu?
Xeyr, o ərəfədə heç bir birləşmə cəhdi yox idi. Birləşmə cəhdləri yalnız əvvəllər olmuşdu. Əvvəl Urmiyalı Fətəli xan Əfşar, sonra Şəkili Hacı Çələbi də müəyyən dərəcədə istəyirdi birləşdirsin və ən böyük birləşdirmə cəhdi Qubalı Fətəli xanda olub. Onu da bilirik, Rusiya imkan vermədi birləşdirir. Fətəli xan demək olar ki, artıq Şimali Azərbaycanın yarısını öz hakimiyyətinə tabe etmişdi. Ərdəbilə və Məşkinə yürüş etmişdi. Yalnız 2-ci Yekaterina əmr verdi ki, o geri qaytarsın və öz generalı Potyomikinə Dərbəndi tutmağını əmr etdi. Əgər Fətəli xan qayıtmasaydısa, Dərbənd Rus qoşunları tərəfindən işğal olunmalı idi. Qarabağlı İbrahim Xəlil xan sonra müəyyən dərəcədə bəzi xanlıqlar öz təsirini tabe eləmişdi. Lakin onun da belə imkanı yox idi xanlıqları birləşdirsin. Çünki xanlıqları birləşdirmək üçün əvvəla iqtisadi zəmin yox idi Mehriban xanım. Hər bir dövlətin yaranması üçün biz bilirik ki, vilayətlər arasında iqtisadi birlik olmalıdır. Yəni, ticarət getməlidir. Bunlar qapalı, feodal təsərrüfatı hökmran sürülürdü bu xanlıqlarda. İkincisi də demək, bu xanlıqlar bir də özləri də elə bir xarici dövlətlər imkan vermir. Yavaş-yavaş bəlkə iqtisadi zəmin də yaranacaqdı. Bunlar birləşəcəkdi. Xarici dövlətlər imkan vermirdi. İqtisadi zəminin olmamağı demək, xanlıqların əhalisi içərisində də bu birləşməyə meyl olmadığını göstərir. Arxiv mənbələrini oxuyanda biz görürük ki, Şamaxın məsələn üçün əhalisi vaxtilə Quba tərəfində birləşdirilmişdi. Daima çalışırdılar ki, yenidən bunların öz sülalələri bərpa olunsun. İstəmirdilər. Azərbaycan xalqının öz içərisində açığı, bu zaman mənbələrdə birləşməyə o qədər meyl yox idi. Əgər xalqın öz içərisində birləşməyə güclü meyl olsaydı, bəlkə xanlıqlar da bunu hiss eləyib, elə birləşməyə çalışardı. Elə xalqın özü də bu zaman parçalanmış vəziyyətdə. Sisyanovun kimliyi haqqında Qarabağ xanı da, Şəki xanı da və başqaları da o Gəncəni yaxıb, dağıdıb keçdikdən sonra çox ibrətamiz təsəvvürə malik oldular. Yəni bu təsəvvür artıq yalnız təsəvvür olaraq qalmırdı. Gerçək, amansız Rusiyanın işğalçı müstəmləkə siyasətinin yürüdülməsində bir cəllad rolunu şuurlu şəkildə öz üzərinə götürmüş olan general Çükyanova münasibət mən elə gəlir ki, burada gerçək tanışlıq ilə gerçək qorxu, vahimə bir-biri ilə çulğaşırdı. Yəni, təbii ki, bu elə bir dəhşətli şəxsiyyət idi, onunla hesablaşmamaq və yaxud onunla oyun oynamaq haqqında düşünmək mümkün deyildi. Buna görə mən belə düşünürəm ki, daha çox Qarabağ xanlığı əvvəllər olduğu kimi Rusiyanı böyük bir faktor kimi qəbul etməklə yanaşı hər zaman Rusiya ilə ehtiyatlı davranmağa çalışırdı. Hər zaman. Məsələn, 1795-96-cı illərdə Qacarın birinci yürüyüşü, mən 95 böyük yürüyüşü 80-85 minlik ordu ilə 33 günlük Şuşa qalasının qəhrəman dirənişi və müdafiəsi ki, bunu qıra bilmədi Qacar, amma buna baxmayaraq Qarabağ xanlığına ölümcül zərbə vurulmuş oldu. Çox ağır zərbələr almış oldu. Qarabağ xanlığı çünki kiçik dövlət idi. Amma bununla yanaşı Qacarın birinci yürüyüşündən sonra Kaxet Kartli Çarlığının o yalvarışlı müraciətlərinə səs verərək, cavab olaraq ikinci Katerina General Valerian Zubovu, Qraf Zubovu böyük bir ordu ilə Qafqaz arxasını göndərdi. Hətta Suvorov göndərmək istəyirdi. Amma Suvorov imtina elədi təklifdən. Rusiyanı həm faktor kimi qəbul eləmək, həm də onunla ehtiyatlı davranmaq və mümkün qədər onun
irəliləməsini qarşısına nəsə bir şey qoymaq. Bax, bu ikili davranış, mən siyasət deməzdim, davranış tərzi. Bu da siyasət əslində. Bu Qarabağ xanlığı üçün məncə səciyyəvi, xəttidir. Çiçyanovun Car-Balakən cəmaatlarına və Gəncə üzərinə yürüşlərindən sonra Qarabağ xanlığı təbii ki, istərdi ki, İslam dövlətlərindən ənənəvi Osmanlı və yaxud İran dövləti o öz işğalçı istəklərini yerə qoyub, qahmar dursun, dayaq olsun bu Qafqaz arxasındakı məmləkətlərə və xanlıqlara. Təbii ki, bu düşüncə var idi və təbii olaraq ortaya gəldi. Amma Rusla üzləşmə artıq gerçək fakt olduğu üçün bu ortaya gəlmirdi. Bir də İrandan və Türkiyədən də əslində gerçək qahmar durmaq təşəbbüsü yoxdur. Bir versiya var idi ki, İbrahim xan Kürəkçay müqaviləsinə tam sadiqdir. İlk baxışda bu belə idi. Amma ikinci bir versiya da var idi, yəni onun ölümündən bağlı ki, qızılbaşlara kömək edir və onlara yaxınlaşır. Qızılbaşlar, yəni İran qoşunlarına gedir söhbət. İbrahim xan bu ikili oyunu oynamağa risk eləyə bilərdimi? Xeyr, fikirləşmirəm ki, İbrahim xan o zaman İranı meyl edəyədi. Çünki Ağa Məhəmməd xan Qacar öz ölümünü Şuşada tapmışdı. O məlum idi ki, İbrahim xan İranla heç cürə barışa bilməzdi. İran da onunla tam barışa bilməzdi. Yalnız %100 müəyyən bir onlarda rəsmiyyət barışmaq olmuşdu. Sadəcə olaraq İbrahim xan İran qoşunu Şuşaya hücum edərkən öz ailəsinin daha az təhlükəli hesab elədiyi xan bağına aparmışdı. Bunu isə Rus qarnizonu komandanı Lisaneviç belə hesab etmişdi ki, İbrahim xan bununla İranlıları tərəfinə keçmək haqqında düşünür. Və əslində isə o İbrahim xanına şəxsi qərəzliyi vardı və buna görə də onun məhv etdiyi heç bir səbəb olmadı. Əsas motiv xanın tərəddüddə bulunması. Yəni, xan məcburən Kürəkçay antlaşmasına getdi. Bu həqiqətən antlaşmadır Mehriban xanım. Çünki o sənədin orijinalında başlıq belədir. Klyatvennaye обещание. Antlaşma. Əlbəttə Gəncənin acı taleyi, qətlam göz önündə idi və Çiçyanovun artıq oyun oynamaq fikrində olmadığı tamamilə açılmışdı. Belə bir şəraitdə dilemma qalmırdı əslində. Yəni, mən müqavimət göstərim, Qarabağ xanlığı müqavimət göstərənməzdi o qüvvəyə. Və əslində Çiçyanov ultimatum şəklində bunları qoyurdu. Ya belə, ya elə. Və ultimatum da verilmişdi. Qəti şəkildə. Kürəkçay antlaşmasından öncə Mayor Lisaneviç tərəfindən göndərilmişdi Qalıya və orada demişdi, ya Rusiya, ya İran. Və İbrahim xan düzgün hərəkət elədi. Gəldi Kürəkçaya, Rusiyanı seçdi, antlaşmaya da imza atdı. Və öz qohumu Səlim xanı da gətirdi. Oradaca həmən gündə 14 mayda 1805-də o da imza atdı. Amma Çiçyanov onu bir həftə sonra elan elədi çar üçün. Amma sonradan demək həmən ilin 1805-in sonbaharında, oktyabr ayında xanın həmən Mayor Lisaneviç tərəfindən, bu ümumiyyətlə bilirsiniz, Çiçyanov özü bir cəllad idi, amma o cəlladın da icraçı cəlladı bu Mayor Lisaneviç sonra Rus ordusunun generalı oldu. O Cavad xanı öldürən adamdı. Şəxsi gülləsi ilə. Sonra da İbrahim xanı şəxsi gülləsi ilə vuran adamdı və onun əyalını, qadınlarını, evlatlarını, çoxuna özü güllə vurub. Tarixçilərimiz bildirirlər ki, bu məsələdə Çar generalitetinin özünün
fitvası ilə bizdə var axı belə şey Qafqazlılarda. Mən biraz yumşaq olsun deyə Qafqazlı deyirəm. Bizdə xüsusilə müəyyən dairələrlə görünür əlaqələr yaradılmışdı. Və o qüvvələr Çar baş komandanına məktublar yazırdılar ki, xan İrana baxır. Xan Qızılbaşı gözləyir. Amma həqiqətən də İbrahim xan istərdi ki, Qızılbaş gəlsin, Rusla vuruşsun ki, Qarabağ azad olsun. Təbii İran gələndə Qarabağı xilas eləmək üçün gəlməyəcəkdi. Və elə də oldu. 1805 13-cü il müharibəsi bunu göstərdi. Əslində bu savaş hər iki tərəf üçün ədalətsiz idi, çünki hər iki tərəf özgə torpaqları üçün özgə torpaqlarında müharibə aparırdı. Çar Rusiyası İranla yanaşı Quzey Azərbaycan torpaqlarından əl çəkmək istəmirdi, Azərbaycan xanlıqlarına tabe eləmək istəyirdi. İran isə Transkafqazda yerini bərkitmək istəyirdi. Və bu savaş, hər iki savaş Azərbaycan torpaqlarında gedirdi, Azərbaycanı viran qoyurdu və Azərbaycan torpaqlarında baş verən bax bu müharibələr həmişə olub və Azərbaycan hər iki tərəfin qənimətə çevrilmiş, bax bu qənimət uğrunda kiminsə caynağına keçirmək istədiyi qənimətə çevrilmişdi. Çar Rusiyası üçün Azərbaycan ərazisinin fəthi bu əvvəla demək bilavasitə Xəzər dənizinin onun Pyotrun vaxtından qalmış Rusiyanın daxili gölünə çevirmək planının həyata keçməsi demək idi. Digər yandan burada artıq o həm Türkiyənin cinahına çıxırdı, həm də İranın içərisində irəliləmək imkanı əldə edirdi. Rusiyanın həmişə arzusu Hind okeanına çıxmaq olub, isti dənizlərə çıxmaq istəyirdi. İstanbulu tutmaq istəyirdi, bunun arzusuydu. Bunlar, o Siyanova qalsa isə Siyanov əlbəttə bir baş komandan kimi böyük rütbələr alacaqdı və böyük hədiyyələr alacaqdı bunu, əgər həyata keçsəydi. Kürəkçay müqaviləsi Gəncə qətliamının, Gəncənin işğalının daha sivil, daha insani bir şəklidir. Belə deyərdim. Heç şübhə yoxdur ki, Kürəkçay müqaviləsinin arxasında köləlik durur. Ancaq üsul etibarilə siyasət metodu və davranışı baxımından bu daha çağdaşdır, daha moderndir, daha sivildir və daha insanidir. Yəni qan tökülmədən. O zaman yəni Azərbaycan Gəncə xanlığının timsalında və Balakən döyüşlərinin timsalında artıq göstərdi ki, bu dirəniş qabiliyyəti bu millətin var. Mən bunu öz düşündüyüm kimi deyirəm. Amma yəni burada tamamilə aydın şəkildə daha ağır, daha amansız, acımasız şəkildə qətliamından söhbət gedəcəkdi. Müsbət tərəfi hər halda, yəni çox kiçicik, rudiment şəklində müsbət, pozitiv tərəfi Kürəkçay müqaviləsinin bundadır ki, bu müqavilə iki tərəf prinsipini sənədləşdirmiş olurdu. Yəni, Rusiya kimi imperatorluğun başında duran adam onun baş komandanının imzası ilə xanlığı və onun başçısını, xanı tərəf müqabil kimi qəbul edirdi sənədləşmədə.